götürürsünüz. Hansısa naziri, icra başçısını həbs edirlər və məlum olur ki, bəzilərinin 100 milyonlarla, bəzilərinin 10 milyonlarla əmlaki ortaya çıxır, gəlirləri ortaya çıxır. Yaxud da hansısa bir yüksək vəzifəli şəxs durur məhkəmədə ifadə verir ki, bəs Milli Təhlükəsizlik Nazirliyi filan ildə mənim 3 milyonumu aldı, 5 milyonumu aldı. Və biz soruşan da olmur ki, axı sən bir məmursan da, lap yüksək vəzifə tutsan da məmursan. Və nə qədər yüksək maaş alsan da, o maaş sənin yaxşı səviyyədə yaşamağına kifayət edə bilər. Ancaq sənin milyonlarla, 10 milyonlarla, 100 milyonlarla sərvət toplamağa imkan vermir ki, o sənin o vəzifənin, o aldığın maaş. Yəni, sözümün canı odur ki, o hakimiyyət nümayəndələrinin əmlakının legallaşması müəyyən ölçüdə olubdur, ortaya çıxıbdır. Və cəmiyyət də buna təəccüblənibdir, amma hakimiyyət heç bir şəkildə, hətta o adamları vəzifədən çıxartsa da, hətta bəzilərini həbs eləsə də, onları məhz o sərvət toplamağa, rüşvət yığmağa görə itham eləməyiblər də bir çox hallarda. Elə başqa məsələləri qoşub düşüblər, yaxud 100 milyonlarla rüşvət alan şəxsin hansısa xırdapara bir rüşvət əməlini ortaya çıxarıb, onu qabardıblar. Ona görə də hələlik hakimiyyətin siyasi mahiyyəti dəyişməsə, ölkədə qanunlar gerçək olaraq işləməyə başlamasa, bunlar göründüyü kimi kifayət eləmir. Bir məqam da var, siz ona toxundunuz, kiçik. Yəni, elə olur ki, məsələn, belə bir məlumat verirlər ki, bilirsiniz, bunların bu cür oğurluqlarından hakimiyyətin xəbəri yoxdur, özləri hakimiyyətdə deyirlər və bunlardan xəbərləri yoxdur, amma biz məlumatla, xəbərlə işlədiyimiz üçün mən bilirəm ki, dəqiq. Hər hansı bir məmur haqqında mən açıq şəkildə məlumatlar toplaya bilmərəm. Mümkün deyil. Deməli, bu məlumatlar hansısa bir kanal vasitəsilə açıqlanır, bir nəfərin əli ilə mətbuata çıxarılır, mətbuata, sosial şəbəkələrə çıxarılır və bunları biz dönə-dönə görürük ki, məsələn, kimisə haqqında əvvəlcə o cür qara PR işlənilir, sərvətləri, varı dövləti yeri gəlmişkən, Əvəz bəy tutulanda da onun haqqında Baş Prokurorluğun yaydığı bir saxta ittiham aktı var idi, və bir çox saytlar yazdılar ki, Əvəz Zeynallının sərvətləri necə toplanıbdır. Siz təsəvvür edin ki, məsələn, məmurlarda ola bilər də, yəni Əvəz Zeynallı jurnalisti, onun nə sərvəti ola bilər ki, bizdən başqa. Və çox maraqlıdır ki, məsələn, bu məlumatlar yayılır. Və sual yaranır ki, necə olur ki, bu məlumatları yayan tərəflər bilirlər də.